insanın yaradılışı iki mərhələlidir. Biri analar doğur bizi, necə var dünyaya. Bir də biz tərbiyədən necə doğulacağıq, həqiqətdən, o mənanın üzərində durmaqdan necə doğulacağıq, buna aiddir. Və bu da yanına gələn bir Mehdərə misal çəkir ki, tərbiyə görmüş atla vəhşi at arasında nə qədər fərq var da, tərbiyə görmüş at çox xidmət eləyə bilir. Daha böyük işlər görə bilir, daha xoşbaxt yaşaya bilir. İnsan da belədir. İnsan gələ bir tərbiyə prosesindən keçsin, o əxlaqı axtarsın, Allahın cizgilərini axtarsın. O cizgilər də mənanı müəyyən edir. Xeyirxahlıq, gözəllik, ədalət, bunlar bəsləyir bizi. Biz bunlardan asılıyıq, bu dəyərlərdən. Və bu dəyərləri axtarıb tapıb ömrümüzə yazmasaq, bu dəyərlər üzərində özümüzü yenidən yaratmasaq, xoşbaxtlığı biz qəti görmərik.